Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Müğənni Afət Fərman qızı Instagramda canlı yayım açaraq həyat yoldaşı barədə və Moskvadakı həyatı barədə danışıb. Həmin anları sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi, kanalımıza abunə olmağı unutmayın. Mən Azərbaycan müğənnisi deyəndə ki, bəs buradakı Azərbaycanlıların toyun kimi olsun? Bəs Mamed arvadsız qalsın? Mamed də zövqü gözəldir. Dünyanın ən gözəl xanımlarından birini sevib. Zövqü görün necə gözəldir. Təbii, yeganə təbii müğənniyəm. Varmı bana yan bakan? Gəlsin show biznesdə. Show biznesdə deyirəm ha. Gəlsin. Bəli, ərimin arvadı tək mənəm. Zaten kişinin bir arvadı olur da. O sizi çaşdırıblar. Kişinin iki arvadı olmur, kişinin bir arvadı olur. O birisi gəzdiyidir. Mənə inanın. Qanunu da oxuyun, qanunda da belədir. O birisinin adı pis şeydir, təzə qanun çıxıb burada demək olmaz. Mamedin neçə yaşı var? Eyni yaşdayıq ikimiz də. Bizim 4 uşağımız var. Biri məndə, 3'ü Mameddə. 4.